Salam dostlar. Bugünkü mövzumuz cadu və çakralardır. Cadunun növləri haqqında sizə məlumat verəcəm. Həyatınızda, səhhətinizdə problemlər varsa, məhz nəyə görədir, bunu bilməlisiniz. Deməli, beləliklə, yəqin ki, çoxlarınız artıq bilirsiniz. Bu şəkildə göstərilən kimi bizim bədənimizdə 7 baş enerji mərkəzləri var. Bunların da hərəsinin bir rolu var bizim həyatımızda. Onlar bağlı olanda insanlar düzgün həyatını yaşamır. Hətta bu çakraları elə bağlayıb, elə proqrama qoyurlar ki, insan doğulanda öz proqraması ilə getməlidirsə, bu cadunun köməyi ilə insanların bu proqrammalarında dəyişdirirlər, başqa proqrama qoyurlar və insan öz həyatını yaşamır. Məhz caduya görə. O kim elətdirirsə, o istədiyi həyatı yaşayır. Və bu haqda və s. ətraflı indi məlumat verəcəm sizə. Beləliklə, ən çox cadu olunan da cadu növü ölüm üçün olunan cadudur. Ölüm üçün olunan cadular eləsi var ki, bu masterdən asılıdır. Əgər master güclü masterdirsə, 40 gün ərzində insan həyatını dəyişir. Biraz zəif olan masterlər, məsəl üçün, ölüm üçün eləyir, amma xəstəliklər əslində yaranır və bir il ərzində uzaq başı da çəkir. O xəstəliklər get-gedə ağırlaşdıqca insan dünyasını dəyişir. Amma praktikada mən gördüyüm hadisələr yaşanıbdır ki, məhz ən tez ölüm üçün olunan cadular varsa 40 ərzində, yəni insan dünyasını dəyişib çox bir zamanda. Elə ölümlər olub ki, qəfil ölümlər olub. Məndə hətta bloknot var, belə sizə göstərim. Burada diaqnostika aparıram. Hətta dünyasını dəyişmiş insanları mən diaqnostika edib görürəm ki, həkimlər öləndən sonra diaqnoz qoyurlar ki, məhz ürək çatışmamazlığı nəticəsində dünyasını dəyişib və yaxud başqa bir diaqnoz. Amma əslində bunun hamısı caduya görə olub. Yəni, cadu olunmasaydı bu insan hələ yaşaya bilərdi. Beləliklə, ölüm üçün olunan cadular. Əgər insanları zakaz elətdirirsə, master neyniyir? Birinci növbədə birinci çakranı bağlatdırır ki, insan torpaqdan enerji almasın da qarşısını kəsir. İkinci çakra əlavə bağlanılır. Üçüncü çakra nəsillə də ana ilə kanal olan çakra bağlanılır və ürək çakrası. Bu 4 çakra ardıcıl surətdə bağlı olanda, bir də 7-ci çakrası, Sahasrara çakrası bağlı olanda master, yəni güclü işləyirsə, 40 gün ərzində bu insan dünyasını dəyişir. Qəfil ölümlərdən, maşın qəzasında, hətta elə o hadisələr olubdur ki, ailədə məsəl üçün 4-5 nəfər bir maşında yol gediblər. Bu cadu olunmuş insan dünyasını dəyişib, qalanları sağ qalıb. Ondan sonra yatıb qalxmayanlar da olub. Kuxunoda hətta ayaq üstə bir qadın vardı burada. Ayaq üstə, yəni sadəcə yıxılıb dünyasını dəyişib. Diaqnoz qoyublar ki, ürək çatışmamazlığı səbəbdən dünyasını dəyişib. Amma əslində bu dediyim çakralar bağlı olduğuna görə bu insan caduya görə dünyasını dəyişib. Bu bir cadu növü və yenə başqa cadu növləri. Məsəl üçün, əgər sizin ailə başqalarının gözündə siz yəni yüksəkdəsiz onlardan, sizin paxıllığınızı çəkirlər ya siz onlardan çox pul qazana bilirsiniz və yaxud çoxlu səyahətə çıxırsınız və yəni onlardan qat-qat yüksəkdəsiz və sizin paxıllığınızı çəkirlər. Sizin heç xəbəriniz də yoxdur da, kim çəkir paxıllığınızı. Onlar birinci növbədə nə elətdirirlərsə, hansı cadu növü burada işləyir?
Burada birinci növbədə sizin ailənizi dağıtmaq istəyirlər və birinci, ikinci çakranı bağlatdırıb, ər-arvad arasında olan bu kanalı bağlatdırıb, sonra ürək çakrasını və sahasrara. Bu dördünü bağlatdırıb, ailələri boşaltdırırlar, dağıdırlar. Amma insanlar bilmir ki, nə baş verir yenə. Elə bilər ki, məsəl üçün, indiyə qədər mehriban yaşayırlar, indi nəsə olub bir-birlərini başa düşmürlər. Bilmirlər ki, daha burada cadu işləyir, qara qüvvələr işləyir və boşanmağa qərar verirlər. Bu da bir cadu növüdür. Digər cadu növləri, ən çox rastıma gələn cadu növləri, valideyn uşaq arasında olan münasibətlər üçün olunan cadular. Məsəl üçün, ata oğlu ilə dalaşır, heç nədən. Diaqnostikada göstərir ki, məhz hər ikisinə cadu olunub, arasını vurmaqdan ötürü. Ana qızı ilə və yaxud ata qızı ilə, ana oğlu ilə də belə valideyn və övladlar arasında olunan cadu. Burada da yenə birinci növbədə birinci çakra bağlanır, sonra kanal, göbək kanalı, sonra ürək və 7-ci çakra. Bunları bağlatdıranda evdə, ailədə, valideyn, övlad arasında həmişə problemlər yaşanır. Yenə burada valideynlər başa düşə bilmir, nə baş verir, hətta psixoloqlara üz tuturlar. Amma əslində bunun hamısı caduya görədir. Elə anlar olubdur ki, caddan təmizlənəndən sonra indiyə kimi bir-birlərini qıran insanlar, yəni bu doğma insanlar təmizlənəndən sonra çox mehriban olublar. Hətta da üzr istəyiblər bir-birlərindən. Başa düşüblər ki, məhz bu qara qüvvələrin işidir. Sonra olunan cadular ən çox ailə qurmaqdan ötürü. Burada nəyi bağlatdırırlar, necə elətdirirlər? Məsəl üçün, qız övladlarını və yaxud oğlanları məcburi evləndirmək üçün, məcburi ailə qurdurmaq üçün neyinirlər və siz nəyə bilməlisiniz? Əgər ailə qurmaq istəmirsinizsə, nə baş verir? Burada birinci, ikinci çakralar yenə bağlanır. Ürək çakrası və dilinizi, ağzınızı bağlayırlar. Yenə dediyim kimi 7-ci çakra. Belə bağlayıb ailə qurmağa vadar edirlər. Hətta praktikada elə hadisələr yaşanıbdır ki, ailə qurandan sonra cadunun təsiri get-gedə zəiflədikcə, itdikcə insanlar ayılır, artıq öz başı başlayır işləməyə və başa düşmürlər ki, nə baş verib. Hələ elə insanlar da var ki, 2 övladı var, da get-gedə illərcə buna cadu olunub, cadunun təsirindən yalnız 5-6 ildən sonra da çıxa bilib. Və onda da başa düşə bilmir ki, bu insandan ailə qurmaq istəmirdi. Bu necə alınıb? Bu uşaqlar necə də dünyaya gəlib? Yəni, belə insanlar da var. Dediyim kimi, bu da cadunun bir növüdür ki, məcburi təəssüflər olsun ki, ən çox da əzizləri elətdirir. Hətta valideynlər də, yəni ata, ana üz tuturlar. Məhz ona görə ki, övladları ailə qursun. Ən çox da yaşı ötmüş övladları varsa, insanlar heç nə deməsin də, yəni qarıyıb evdə qalıb və yaxud bu niyə evlənmir, ona görə bu yollara üz tuturlar. Onu da qeyd edim ki, nə qədər siz övladlarınıza qarşı da belə əməllər elətdirirsinizsə, bu siz başa düşmürsünüz nə qədər onun
həyatına da ziyanlıq gətirirsiniz. Tamamilə başqa proqramma qurursunuz onun üçün və bu haqda heç düşünmürsünüz və belə şeylərə əl atırsınız. Xəbərdarlıq edirəm ki, yəni belə işlərlə məşğul olmaq lazım deyil. Hərənin öz həyatı var. Hərənin öz proqramması var. Hərə öz o yolunla, proqrammasına getməlidir. Əgər kimsə təsir edirsə qıraqdan, düzdür, birinci növbədə həmin insan payını alacaq. Bunu bilməlisiniz. Və Allah Taala tərəfindən də bu məsəl üçün sizin övladınıza, nəvənizə qayıda bilər də bu pislik. Nə qədər başqa insanlara pislik edirsinizsə, bu qayıdacaq, mütləq qayıdacaq. Bunu həmişə yadınızda saxlayın. Sonra başqa uşaqlara olunan cadular haqqında danışım. Uşaqlara təəssüflər ki, elə cadugarlar var ki, hətta uşaqlara cadu eləyirlər. Bu da praktikada yaşanıb, təəssüflər ki. Burada uşağın, məsəl üçün, var bir cadugar nənə, nəvəsi onu eşitmək üçün bağlayır muladxaranı, boğaz çakrasını, bir də başı. Bu üçü bağlı olanda uşaq təsir altındadır, düzdür. Həm nənəsi nə deyir, eşidir, həm də ki, zombi kimi də, robot kimi əmrə tabe olur. Öz beyni, öz başı işləmir. Bu da bir cadu növüdür. Bunun hamısı mənim praktikamda yaşanan cadu növləridir. Və keçək cin, şeytan göndərilən cadu növlərinə. Onda nə baş verir? Master, elə masterlər var ki, cinlərlə, şeytanlarla işləyir və o cadu eləyəndə bu insana göndərir o işlədiyi qara qüvvələri, ya cini, ya şeytanı. Cin, şeytan cadu olunan insanın yanına gəlir, o başlanan zamanda, o hərəkət olunan zaman, yəni artıq cadu olunub o insanın adına və o cin ya şeytan bu insan yatan zaman həmin gün gözləyir. Əgər insan tam yuxuya keçirsə, bu da praktikada olub. İnsan təsəvvür edin ki, arxası üstə uzanır. 3 yoldan da bunlar insanın içərisinə girə bilir. Ən çox ağızdan girirlər, cinlər, şeytanlar. Bir pasiyentin danışdığına görə, yəni başına gələni mənə söhbət etdiyinə görə, gecə yarısı o qalxıb və görübdür ki, arxası üstə uzanıb və elə bilin ki, kimsə onun ağzını açıb da, böyük formada, yəni güclü, məcburi açıb. Elə bil ki, ora nəsə girmək istəyib, o hiss eləyib və tez uyanıb. Həmin zaman, yəni həmin o şeytan, cin bu insanın içinə girmək istəyirmiş. Bu oyandığına görə o girə bilməyib və səhərsi gün mənə müraciət edəndə biz tez üstünə düşmüşük, bu proqrammanı silmişik və o cin, şeytan, yəni qara qüvvə ondan uzaqlaşıb. Bu hadisədə olub. Və təəssüflər olsun ki, artıq içinə cin girmiş insanlar da qarşıma girib, yəni çıxıb. Şeytan içərisinə girmiş insanlar da qarşıma çıxıb. Onda nə baş verir? İçərisində cin oturmuş insan. Bir qadın vardı. 50-yə yaxın yaşı vardı, səhv etmirəmsə. 3 il bundan əvvəl söhbətidir. Bu cin bunun içərisində bütün bu enerji mərkəzlərini əlinə almışdı, onu idarə edirdi. Həmin cin İfrit adlı cin idi
Yəni söhbət zamanı özünün dediyinə görə ki, da onun adı İfrit idi və o bu xanımı ölümə vadar edirdi. Dəfələrlə o venasını kəsmişdi, dəfələrlə cürbəcür yollarla həyatını bitirmək istəyib. Mən o cindən soruşanda ki, da sən bu xanımdan nə istəyirsən, o birbaşa dedi ki, mən onu öldürmək istəyirəm. Yəni belə hadisələr də olur. Şeytanlar nə edir? Şeytanlar düzdür, cinlər kimi cinlər əgər bu enerji mərkəzlərini tutursa, onlarda hətta pristup kimi bir şeylər olur. Xanımın dediyinə görə elə olur ki, insanların arasında o özünü idarə edə də bilmirdi. Elə pristuplar olurdu ki, ağzı əyilmə, ondan sonra cürbəcür qeyri-adi səslər çıxartma. Ona görə məcbur olurdu, çox vaxt evdə otururdu həmin xanım. Təəssüflər olsun ki, həmin xanım hal-hazırda dünyasını dəyişib. Və şeytanlar içərisinə girmiş insanlar caduya görə. Onlar necə olur? Onlar da. Şeytanlar da birinci növbədə bütün enerji mərkəzlərini əlinə alır, insanı öz əlində saxlayırlar. Onlar da vadar edirlər ki, insan özünə sui-qəsd etsin, intihar etsin, yəni həyatını bitirsin. Şeytanın məqsədi də budur. Nə qədər ki, sui-qəsdlər olur, intiharlar olur, bunların hamısı caduya görə olur, çox vaxt. Və yaxud insanların içərisinə girmiş ruhlara görə olur. Ruhlar da girəndə yenə bütün enerji mərkəzlərini əlinə alırlar və insanları ölümə, yəni sürükləyirlər. Bildiklərim haqqında, cadu növləri haqqında hələlik bu qədər. Sonra praktikalardan videolar çəkib sizə ətraflı danışacağım, nələr baş verir. Sağ olun.